Müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Yuxarıda qeyd etdiyim nömrənin WhatsApp ilə mobilnisi ilə əlaqə saxlayıb bizim ödənişli dərslərimizdən yararlana bilərsiniz. Və ödənişli dərslərimizə qoşulan hər bir müəllim, hər bir müdavim proqram tamamilə bitdikdən sonra tamamilə ödənişsiz təkrar imkanı əldə edəcək. Və burada PDF-lər var. Gördüyünüz bu PDF-lər hər birisi özümə məxsusdur və hər birisini vəsaitdən sizlər üçün açar məqamları ilə bərabər olaraq yığmışam və sizlərə bu PDF üzərindən izah verirəm ki, öyrənə biləsiniz və məqsəd nədir? Məqsəd odur ki, siz gedib imtahandan yüksək nəticə toplayasınız. Hər birinizə uğurlar arzulayıram və izahıma başlayıram. Bibə iş üsulu. İş üsulları çoxdur və burada danışıb bütün iş üsullarını bir videoya yığıb sizləri yormaq istəmirəm və iki iş üsulu barəsində sizlərə məlumat verəcəm. Digər iş üsullarından, digər mövzularımızda, digər izahlarımızda danışacağıq. Gəlin baxaq görün Bibə nədir? Bibənin burada açılışı var. Bibə deyir ki, bilirəm, faktiki olaraq mən bilirəm bunları. Sonra istəyirəm ki, biləm. Bu bilmədiklərimdir. Və sonda öyrəndiklərim. Bibənin açılışı bu da əziz müəllimlər. Bibə cədvəli deyir, mövcud, köhnə və yeni biliklər arasında əlaqə yaratmaq imkanı verən iş üsuludur. Aha, hansı iş üsulu köhnə və yeni biliklər arasında əlaqə yaratmaq imkanı verir? Deyəcəksiniz ki, Bibə. Bunu da bu şəkildə dəftərlərinizə qeyd edin, zəhmət olmasa. Bibə iş üsulu köhnə və yeni biliklər arasında əlaqə yaratmaq imkanı verən iş üsuludur. İrəlidəki iş üsullarının hansı ki keçəcəyik, həmin iş üsullarında da köhnə və yeni biliklər arasında əlaqə yaradan iş üsulları var. Və mən sizlərə növbəti izahlarımızda onlar haqqında məlumat verəcəm. Və siz də bu şəkildə qeyd edəcəksiniz. Bibə həm də müəllim üçün diaqnostik qiymətləndirmə vasitəsidir. Baxın, bunu da qeyd edirsiniz. Diaqnostik qiymətləndirmə vasitəsidir. Nəyə görə diaqnostik qiymətləndirmə vasitəsidir? Yaxşı. Baxın, dəyərli müəllimlər. Şagird 3-cü sinfi qurtarıbdır, yay tətili olubdur, sonra tədris ili başlayır və artıq şagird 4-cü sinifə gəlir. Dərsə başlayanda 4-cü sinifə gələn şagirdi müəllim diaqnoz qoyur. Yəni belə lordiləcə diaqnoz qoyuruq. Yəni şagirdi yoxlayırıq. Şagirdin bu bildiklərini, şagird hansı ki bilir, bilirəm deyir. Həmin o bildiklərini müəllim diaqnoz qoyaraq yoxlayır. Diaqnostik qiymətləndirmə aparır. Və buna görə də bu iş üsulu bizə diaqnostik qiymətləndirmə vasitəsi kimi götürürük və bizə çox kömək eləyir. Diaqnoz qoyuruq ki, dəyərli şagirdim, sən yay tətilində oynamısanmı, oxumusanmı, təkrarlamısanmı, yoxsa yox? Onun faktiki, köhnədən olan, mövcud olan biliklərini yoxlayırıq, ölçürük və müəllim şagirdin bilik səviyyəsi haqqında bir fikir verir və şagirdə öyrəndikləri haqqında refleksiya etmək imkanı yaradır. Bura qədər aydın oldu müəllimlər. Deməli, köhnə və yeni biliklər arasında əlaqə yaradan bir iş üsuludur. Bunu yadınızda saxlayacaqsınız. Diaqnostik qiymətləndirmə vasitəsidir. Şagirdlərə refleksiya etmək imkanı yaradır. Sonra, Bibə üsulu şagirdlərdə bəs hansı bacarıqlar formalaşdırır? Hansı bacarıq formalaşdırır? Gəlin onlara baxaq. Əvvəlki bilik və yeni biliklər arasında əlaqə yaratmaq. Bunu qeyd elədik. Şagird düşüncəsini optimallaşdırır. Baxın, şagird düşüncəsini optimallaşdıran iş üsulu hansıdır? Bibə. Yadınızda qalsın. Mövzu barədə əvvəlki təcrübəni nəzərdən keçirmək və sual formalaşdırmaq bacarığı formalaşdırır. Köhnə və yeni biliklərin xüsusiyyətlərini bilmək bacarığı formalaşdırır. Bir də üzərindən keçirəm sizlərin xətrinə. Demək, Bibə iş üsulunu necə yadınızda saxlayırsınız? Bibə iş üsulu köhnə və yeni biliklər arasında əlaqə yaradan bir iş üsuludur. Şagirdin bildikləri, bilmək istədikləri və öyrəndikləri əlaqə yaradır. Sonra, müəllimə diaqnostik qiymətləndirmə aparmaq imkanı verən bir iş üsuludur. Diaqnostik qiymətləndirmə aparmağa kömək eləyir. Şagird düşüncəsini optimallaşdırır.
BBÖ-dən yalnız bunları yadınızda saxlasaz, inanın ki, imtahanda sizi, yəni bunlar düşsə, yəni tutaq ki, testdə düşübdür ki, köhnə və yeni biliklər arasında əlaqə yaratmaq imkanı verir. Avtomatik beyinə gəlməlidir ki, bu BBÖ-dür. BBÖ. Düzdür, digər iş üsullarımız var ki, onlarda da köhnə və yeni biliklər var və mən ən sonda iş üsullarını tamamilə keçib qutarandan sonra onları bir sistem şəklində mən sizlərə qruplaşdırıb, qrup şəklində təqdim edəcəm və sizə daha da aydın olacaq ki, imtahanda çaşmayasınız müəllimlər. Demək, bura qədər aydın oldu. Keçək növbəti iş üsulumuza. Növbəti iş üsulumuz, yəni bu iş üsullarında çox danışmaq olar, həddindən artıq danışmaq olar. Yəni boş-boş söz yığınına gərək yoxdur. Yəni burada mən konkret açar məqamlarla sizlərə çatdırıram ki, müəllimlər budur. Açıb elə PDF-i, kitabı bura yükləyib, onun üzərinə də danışa-danışa getmək olar, amma yorucu gələcək və siz buradan bir şey başa düşməyəcəksiniz də. Yəni belə danışsam, yorulacaqsınız. Mən burada konkret açar məqamlarla sizlərə çatdırıram ki, bunu yadda saxlamağın yolu budur. Aydındır müəllimlər. Gəldik beyin həmləsi. Beyin həmləsinə əqli hücum da deyilir. Deməli, 1953-cü ildə Amerika psixoloqu Osborn tərəfindən irəli sürülübdür beyin həmləsi. Adətən qrup şəklində aparılır. Aparılan bu strategiya müxtəlif bir kreativ, yəni yaradıcı ideyaların bir araya gəlməsi və bölüşdürülməsi baxımından çox faydalıdır. Baxın, qrup şəklində tətbiq olunur. Qrup şəklində qrupda uşaqlar olur və həmin şagirdlər, uşaqlar hərəsi bir kreativ yanaşma eləyə bilir. Bir kreativ ideya irəli sürə bilir və bölüşməsi baxımından çox faydalıdır. Həmin ideyalar bir-birləri ilə bölüşürlər və bir-birlərindən nələrsə də öyrənirlər, fərqli bir şey öyrənirlər. Çox gözəl əslində iş üsuludur. Bir şey də qeyd edeyim, bu üsul dərsin ilk 5 dəqiqəsi tətbiq olunur. İlk 5 dəqiqəsi həmin mərhələ dərsə cəlb olunma mərhələsidir. Yəni şagirdlərin beynini masaj eləyən bir mərhələdir ki, yəni beyin açılır, şagirdləri qarmağa keçirdirik, şagirdlər hər birisi aktiv şəkildə artıq dərsimizə davam edirik. Bu üsul deyir, şagirdlərdə özünə inam formalaşdırır. Bax, bunu açar məqam kimi qeyd edirsiniz. Hansı iş üsulu şagirdlərdə özünə inam formalaşdırır? Deyəcəksiniz, beyin həmləsi iş üsulu şagirdlərdə özünə inam formalaşdırır. Aydındır müəllimlər. Necə tətbiq edilir? Baxın, necə tətbiq edilir və tətbiqindən sonra bizə aydın olacaq ki, demək bu tətbiqə görə şagirdlərdə bu şəkildə tətbiq olunduğuna görə özünə inam formalaşdırır. Deməli, müəllim bir mövzu, problem, situasiya və ya sualı şagirdlərə təqdim edir. Əvvəlcə müəllim bir dənə sual verir və yaxud situasiya, problem şagirdlərə təqdim edir. Şagirdlər ağıllarına gələn bütün ideyaları, mümkün həll yollarını və ya uyğun gələn assosiasiya və sözləri ortaya atırlar. Yəni, bütün fikirlər səslənir. Bütün şagirdlərin fikrinə önəm verilir və şagirdlərin fikirləri lövhəyə yazılır. Müəllim lövhəyə yazır, bütün fikirlər yazıldı mı? Ondan sonra müzakirə başlayır və həmin fikirlərin içindən ən uyğun həll yolu seçilir. Aydın oldu. Həll yolu seçilir. Baxın, bütün fikirlərə mümkün həll yolu kimi baxılır. Ona görə, bax, mümkün həll yolu kimi baxılır deyir. Həll variantı. Ona görə şagirdlərdə özünə inam formalaşır. Hər bir şagirdin fikrinə burada önəm verildiyinə görə şagirdlərdə özünə inam formalaşır. Aydındır müəllimlər. Sonra, heç bir şagirdin fikri mühakimə edilmir. Sən səhv demisən, sənin cavabın səhvdir, otur yerinə, sən bilmirsən. Bu şəkildə yanaşma yoxdur. Ona görə şagirdlər hər birisi aktivləşir, beyin açılır və onlar dərsin ilk mərhələsində 5 dəqiqəsi şagirdlərə biz bunu tətbiq edirik ki, şagirdlərin beyni açılsın. Onların beyni düşünür, verilən suala cavab axtarırlar və mühakimə olunmur. Ən əsası, şagirdin verdiyi cavab burada mühakimə olunmur. Şagird mühakimə olunmur ki, sən səhv cavab verdin. Ona görə şagirdlərdə özünə inam formalaşdırır, inam yaradır. Bunun da açar məqamı budur. Ona görə də sonra
Deməli, bunu dedik, şagirdlərin ilk 5 dəqiqəsi, dərsin ilk 5 dəqiqəsi tətbiq olunur. Sonra, bax, burada bir açar məqam da var müəllimlər. Bunu da mütləq yadınızda saxlayın ki, lazım olacaq. Müəyyən vəziyyətlərdə çıxış yolu tapmaq. Müəyyən vəziyyətlərdə çıxış yolu tapmaq hansı iş üsulunun açar məqamıdır deyəcəksiniz? Beyin həmləsi iş üsulunun. Bax, bunu da mütləq qeyd eləyin. Sonra şagirdlərdə məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək, yaradıcı təfəkkürü stimullaşdırmaq. Yaradıcı təfəkkürü stimullaşdırmaq var burada. Sonra şagirdlərdə formalaşdırılan bacarıqlardır bunlar. Şagirdlərdə özünə inamı stimullaşdırır və həmçinin insanlar arasında əlaqəni yaxşılaşdırmaq bacarığı formalaşdırır. Şagirdlər özünə inanırlar, güvənirlər və insanlar arasında əlaqəni yaxşılaşdırır. Sonra şəxsi ifadə tərzini istiqamətləndirmək. Nəyə görə? Çünki hər bir şagirdin şəxsi ifadə tərzi var da, şəxsi öz fikrini bildirir, öz şəxsi ifadəsini qura bilir. Müstəqil düşüncəsini inkişaf etdirmək bacarığı formalaşdırır şagirddə. Şagird müstəqil şəkildə düşünür, düşündüyünü bildirə bilir və onun dediyi fikir mühakimə olunmur. Bu şəkildə olduğuna görə şagirdlər də özünə inam formalaşır, özünə inamı stimullaşdırır. Aydın oldu müəllimlər? Baxın, iş üsulları çoxdur və mən bunların hər birisi haqqında danışsam, videomuz böyük olacaq və sizlərə yorucu gələcək. Ən yaxşısı odur ki, bu iş üsullarını belə etap-etap gedək ki, və sizlərin də yadında yaxşı qalsın, açar məqamlarla birdən-birə çox mövzuya baxım, çox oxuyum. İnanın ki, bu yorucu gəlir və öyrənmə prosesi getmir demək olar ki. Ona görə də belə az-az öyrənməkdə fayda var. Dövlətimiz də bizə minimum təhsil standartları tövsiyə eləyir və biz də buna riayət eləyirik. Deməli, burada keçdik biz 2 dənə iş üsuluna mən sizlərə tanış elədim. Bir də beyin həmləsi iş üsullarıdır ki, məlumat verdim və hər birisinin də açar məqamlarını sizlərə çatdırmış oldum. Dəyərli müəllimlər, videomu bəyəndinizsə, izahımı bəyənirsinizsə əgər, bəyən düyməsini basmağı, paylaşmağı unutmuruq. Kanalıma abunə olursunuz ki, yeni izahlardan məlumatlı olasınız, anındaca məlumatlı olasınız. Və bizim ödənişli dərslərimizə qoşulmaq istəyən müəllimlərimiz yuxarıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Və ödənişli dərslərimizdən yararlanan hər bir müəllim ödənişsiz təkrar imkanı əldə edəcək. Və bütün videolarımız, izahlarımız canlı şəkildə olacaq dərslərimiz. Dərs sonunda bolca sınaqlar, testlər işləyəcəyik, əlavə mövzu sınaqlarımız olacaq. Ümumiyyətlə, MİQA sertifikasiya hazırlaşanlar üçün nə lazımdırsa, hər birisi bizim qruplarımızda mövcuddur. Sağ olun müəllimlər, Allaha əmanət olun, özünüzdən müğəyyət olun, sağ olun.